Hamıya salam. Bugün bizdə leksiyadır. Leksiyamız nədir? 21 tövsiyə. Yəni çox vaxt, indi yəqin sizə veriblər də, hamıda, aşağıda da o raspisaniya var, günün qaydaları, bax orada da var. Bu 21 tövsiyə qanla yazılıb. Yəni bir çox insana reabilitasiyanı bitirəndən sonra istifadəyə getməyin səbəblərindən çoxu da bu qaydalara riayət eləmir. İndi burada qardaşlar var, hansı ki az qalıb da 1 aya, 2 aya gedirlər. Yəni sərhədlər də ona uyğun yazılır. Yəni bunu dərk eləyib, buna əməl eləməyən insanların istifadəyə getməyi, yəni ramo gedir istifadəyə, yəni pisdir axırı. İndi burada istifadədən qayıdan sırvniklər də var qardaşlar bizim aramızda. Yəqin onlar da obratno sviyaz verərlər, deyərlər, indi özlərini görsələr orada köməklik məqsədi ilə desinlər hansı sərhədləri pozdular və necə oldu istifadəyə qayıtdılar. Belə deyək də, bunun məsələsi necə olub? Yəni proqram çıxıb, yəni illər keçdikcə mükəmməlləşir də, hər şey inkişaf elədikcə. Tək proqramı bilməklə deyil və o proqramın verdiyi tövsiyələr var, onları da əməl eləmək lazımdır. Ona görə bir müddət olur, insanlar 12 addım proqramla ayıq qalırlar. Ayıq qalmağına hamı alır. Ayıq qalmaq asan bir şeydir. Amma sonradan istifadəyə qayıtmamaqdır əsas problem. Həmin o istifadəyə qayıtmamaq üçün də o insanlar gedib tətbiq ediblər, öz başlarına nəyisə, qayıdıblar yenidən, ölməyiblərsə, yəni bu proses elədir ki, bu qaydalara, tövsiyələrə əməl elədin, gedib ölmə ehtimalı var. Ölmədisə, qayıdıb yenidən bu proqramı yazıblar. Yəni bu 21 tövsiyəni yazıblar. Ona görə istəyərdim, siz də bundan tanış olasınız. Yəni birinci gedir tövsiyə tam kimyəvi təmizlik. Baxın. Tam kimyəvi təmizlik. Kimyəvi təmizlik. Bu necə başa düşürsünüz? Ha? Yox, çıxmısan, nə detoks? 6 ay bitirmişsən prosesi. Çıxmısan çölə. Qayıtmısan cəmiyyətə. 6 ay bitdi proses. Salam, sağ ol. Qranit salan yazıldı, verildi. Minnətdarlığı oxudun, getdin evə. Qayıtdın, qoşursan, enso yox burada, konsultant yox, volontyor yox, rəhbər yox. Özün, öz həyatın, öz əlin, öz başın. Çıxmısan çölə. Tam kimyəvi təmizliyi necə başa düşürsünüz? Yüzbaşı. Tam kimyəvi, qranitsa, sərhəddir, tam kimyəvi təmizlik olmalıdır. Sən nə içki içməlisən, nə dərman atmalısan, nə nəşə çəkməlisən, heç bir şey olmaz. Bəs biz dedik axı, bizim birinci addım nədir? Biz hansısa qıraqdan asıllığımız, birinci addım, mən öz xəstəliyimin qarşısında gücsüzəm, ona görə gücsüzəm ki, mənim həyatım idarə olunmazdır. Biz qıraqdan orqanizmimizə hansısa maddəni yeridən kimi çönüb oluruq başqa bir insan. Allergik reaksiya baş verir orqanizmdə. Ona görə bizə tam kimyəvi təmizlik lazımdır. Nə içki, nə narkotik, nə dərman, heç bir şey. Ola bilər qardaşlar var, kimsə içki ilə gəlib, kimsə qumarla gəlib, kimsə narkotiklə gəlibsə, dərman ola bilər, yüngül narkotik, nə işi ola bilər. Yəni, bunların heç biri olmaz. Baxın, belə bir şey. Biz müəyyən hərəmiz həyatımızın bir hissəsindən gəlmişik də, yəni, qurucu heç nə görməmişik də. Bayaq qardaş vardı, təzə gəlmə, onu söhbət edirəm. Məsəl üçün, həyatımızın gedişatı var da, bağça, məktəb, sonra universitet, bir sənətə yiyələnməlisən, ailə qurmalısan, bir ata kimi övladının məsuliyyəti var, bir indi cavan oğlan da ailə qurmalısan, bir qızla tanış olursan, axırda ailə qurmalısan. Hər şey bizdə yarımçıq. Həyatımızın bütün gedişatında hər şeylər qoymuşuq yarımçıq. Sən çıxmısan çölə. Çölə çıxmısan. Nəşə çəkə-çəkə, nəyəsə bərpa elə bilərsən, hə? Var elə bir şey. Tümbol, yəni, özü də ki, asılı bir insan. Yəni, biz çıxmışıq, bizim həyatımızda, yəni, qurmağa tərəf olduğumuz bir çox şeylər var ki, biz bunları qurub bərpa eləməliyik. Emosional durumumuzdan tutmuş, psixoloji baxışımız, yəni, psixoloji biz nələri necə qəbul edirik, psixoloji durum necədir? Yəni, çöldə gedən gedişatla psixoloji durumu. Adam var ki, çöldə məsələn, hansısa bir hadisə baş verir, bir hadisə baş. Onun psixoloji durumu yerindədir, bu adi qəbul. Bizdə ki, yerində deyil, yəni biz həssas qəbul edirik. Yəni bunları qaydasına qoymaq əvəzinə
bir çox şey bərpa eləmək əvəzinə nəşə ilə, içki ilə əmələ gəlir bu. Çox vaxt reabilitasiya necə olur? Adam var, vena daxili istifadə edir, ya kokos patı çəkir, çıxır çölə ki, mən soda var, mənim problemim bundandır. Mən yüngül narkotik çəkəcəm. Ya da bir çox uşaqlar var bura, istifadə edən təzə necə qalır? Birinci icazə verib özünə içkidən. Elə deyil mənim əziz qardaşım, hə? Soda hamı cəmaatın kişilər ki, mən də içəcəm. Hə? Su. İtoqda görsə necə olur? Sağlam düşüncə başlayır itməyə. Sənin o südə həmin həzzi vermir deyənə və başlayırsan davamlı şəkildə içki, sonra həyatımız başlayır dağılma. Ona görə fortuska deyirlər buna. Fortuskalarınızı bağlayın. Kim reabilitasiya daxilində beynindəki fortuskaları bağlayıb çölə çıxacaqsa ki, ay qardaş, nə edirəm? Mən də cəmaət kimi ayda ildə bir dəfə yeyib içəcəm. Yay gəlir, buracan pivədən, noxudlu pivədən buraxacam hədiyyanın altına pıssa-pıs. Yəni, əmələ gəlməyəcək, bura. Mümkün deyil. Yekunda yenə türmə, yenə qazamat, aybrat. Yaxşı olsa, ən yaxşı variant reabilitasiyadır. Düzdür mənim əzizim. Gördün necə baş verdi? Hə? Bir dənə tüstü ilə gördün həyat necə idarə olunur. Ola bilər sənin orqanizmdə sən hiss eləmədin dərk, amma sənin ətrafın var axı. Səni sevən insanlar var. Ola bilər sən dərk eləmirsən, onların durumuna özünü qoya bilmirsən. Amma gördün, bir-iki tüstüyə bütün həyatın dəyişildi. Nə oldu? Evdəkilər gördü, sənin bədən dilindən onlarda trigger deyirlər. Trigger gəldi, hiss elədilər ki, səndə salamatçılıqdır. Gəldin təzədən reabilitasiya. Görsən, problem maddədə deyil. İstəm ona 2 tüstü vur, istəm 3 tüstü vur, bu. Tam kimyəvi təmizlik. 1. Təmiz əllər. Təmiz əllər. Təmiz əllər. Atributlar var. Bizim hamımızın şuurun üstü, şuurun altında yatan bir şeylər var. Bizə yaddaş verir, precaution, bəzədilmiş xatirə verir. Məsəl üçün, adi şprits, məsəl üçün, insulin, içki, rumka, sonra darinka, falqa, trubka, pulaz, belə, hə? Hə, ayaq yolu, yəni o, indi təmiz apteka girmək olmaz, məsəl üçün, hə, vena daxili istifadə edən, indi onu görüb tualeti istəyirsən getmək, o heç. Günümüz tualetdə keçib də çox. Ayaq yolunda. Məsələn, sən onu gördün, avtomatik sənə başlayır, başın sənə senarilər qurmağa. Ola bilər ki, yəni riskli tərəfdə sən özü riskə niyə atırsan ki? Məsələn, apteka girsən istər-istəməz sənə yaddaş verir ki, vaxtı ikən, məsələn, məndə Qranitsada biz yazırdıq da, yəni apteka girmək olmaz. İçki içənlər restoran, kafe, şərab evlərinə girməməlidir. O birisi falqa, atributlar var. Nəşə çəkənlər məsəl üçün o falqadır, malqadır, o şeylərdən olmaz. Çünki sənə yaddaş verir. Bu təmiz əllər bu deməkdir. Sonra gəlir, mütəmadi olaraq ayın yığıncaqlarında iştirak etmək. Yəni, sağalanların arasında olmaz. Arasında. Qruplar. Bəli, qruplar. Bunu necə başa düşürsünüz? Bəli, necə başa düşürsünüz? Məsələn, nə xeyri var bu? Girsən, məsələn, necə olur? Çox vaxt valideynlər var da, bəzi valideyn ki, nə edir, qutardı, getsin, təzədən narkomandan otursun, eyni söhbət, ya alkogoliklərdən. Nə deməkdir, baba? Qrup nə üçündür? Buyur əzizim. Aysa. Allah. Bəli. Həyat təcrübələri var. Amma məsəl üçün necədir? Biz asıllıqdan əziyyət çəkmişik də. Mən gedib müəllimlə oturum, müəllim mənə nə öyrədə bilər? Müəllim mənə bir şey öyrətsəydi, yəni öyrədib, yəni müəyyən həyatımın müəyyən gedişatı üçün öyrədib ki, yazmağı öyrənmişəm, vurma cədvəlini öyrənmişəm, həm hesabatlı, dilzab, belə məsəl üçün. Amma ayıq qalmağın yolları var, ha. Bunu bizə kim öyrədə bilər? Başqa. Yəni, qrupa gedməsən, sən öndə gedən olmasa, bu həyatı yaşayıb, ola bilər indi
Bəzilərimizdə var ya, sıxıntılar gəlir. Mənim özüm də, Söyə mənə reabilitasiyası nə deyə çıxdım, mən getdim, öz işimi, gücümün dalınca. Amma o vaxt gələcək, sınavınız çıxandan sonra reallıqla qarşılaşasınız. Reallıqla. Görəsiniz, adi xırda bir şeylərin həlli yolunu tapa bilmirsiniz. Ona görə mütəmadi olaraq qruplarda iştirak eləmək lazımdır, qruplara getmək lazımdır ki, orada sizə düzgün obratla svaz verir. Çünki həyatı eyni yaşayırıq da, yəni senari eyni gedir. Məsəl üçün, bu dəqiqə qrupda elə insanlar var ki, yəni öndə gedənlər var ki, eyni situasiya, eyni sıxıntını mən də məsəl üçün 5 il bundan qabaq, mən də reabilitasiyadan 4 il bundan qabaq çıxanda mən də bu sıxıntıdaydım. Həmin o sıxıntını necə mən üstələmişəm, necə keçmişəm, yəni mən təcrübəmlə səndən bölüşürəm və sənə asant yolunu göstərirəm də. Bir var ki, sən özünə qapanasan, başlasan öz başınla qərarlar verməyə, öz başlanlıq deyək də, öz başlanlıq da yəni yekunda sənin düzgün istiqaməti aparmayacaq, həm də həm vaxtın gedəcək, həm emosional ruh halın korlanacaq. Tutdu qatıq tutmadı ayıran məsələsidir. Amma bir də var ki, adam vardı qardaş, eyni sıxıntını yaşayıb, eyni prosesi keçib, sənə yəqin ki, düzgün yol göstərəcək. Yəni asan tərəfi budur. Ona görə mütəmadi olaraq qruplarda iştirak eləməyə, öndə gedənlərlə ümumiyyətcə insan özünü sağlam mühitə verməlidir. Sağlam insanların ətrafına verməlidir. Yəni çıxıb çoxu nə edir? Gedir öz o istifadə elədiyi dostlarının yanına. Nə bilim nə edir? 4. Səhər yuxudan duran kimi dua. Burada necədir? Dua minnətdarlıq. Minnətdarlıq şükür eləməkdir, Allaha şükür edirsən. Bu necə başlayır? Bu nə xeyir ola bilər? Sizcə nədir bunun xeyri? Dur. Səhər tezdən durdun. Səhər tezdən durdun. İnsan şükranlıq elədikcə özünün lazım olduğunu dərk edir. Sənin Allahla rabitən yaranırsa, sənin övladlarının olmağı, sənin nəfəs alıb getməyin adi bir şeydir. Əlin ayağın ən azından yerindədir, gözün yerin. Təsəvvür edir ki, bir anlıq korsan, görmürsən içinə. Gör nə qədər insan, gör nə qədər şükür eləməlidir sənə, nə qədər. Otursaq burada kitablarla yazsaq qutarmayacaq ki, biz şükür eləmək. Sadəcə olaraq aslı insanlar bunu görmür deyənə, həyatında da yaşamaq çətinləşir. Başlayırsan heç nədən özünü sıxma. Duanı nədir mənası? Neçənci addımdır dua? Necədir? Dua. Bizim öz duamız var. İlahi, mənə dəyişdirə bilməyəcəklərimi qəbul etmə, qəbul atdır. Dəyişdirə biləcəklərimə güc və cəsarət ver və birini digərindən ayrılmaq üçün müdriklük ver. Birinci addımla 2-3 nədir? Birinci, məsəl üçün, dəyişdirə bilməz. Sizin həyatınızda tək istifadədən də əlavə bir çox şeylərlə qarşılaşarsınız ki, məsələn, siz onu dəyişə bilməzsiniz. Amma elə şey var ki, dəyişə bilərsiniz. Bunları bir-birindən ayırmaq üçün necə ayıraq? İndi sual gəlib çıxa bilər ki, filan şey bəlkə mən dəyişə bilərəm, filan şey dəyişə bilməyərəm. Bəs orada necə ayırt eləməlisən? Elə bir məsələlər var, Allaha həvalə. İndi sən hansı məsələni Allaha həvalə eləməliyik? Hardan biləsən sən onun ötəsinə gələnmirsən? Sənə bir müdriklük, ayıqlıq, təmizlik yaşadıqca, sən məntiqli düşüncə ilə, bəlkə elə bir dənə mövzu ola bilər ki, sən qardaş orada nəfsinlə qərar verəsən, nəfsin istəyəcək də sən onu. Sən hardan biləsən ki, onu sən, məsəl üçün də 5-ci ayındır, bu dəqiqə dirənmirsən ki, mən getməliyəm. Sən orada necə təslim olmalısan? Bax, büyünsən, elə bir ki, məsələn, büyün. Hər şey zor gedir, qaydasındadır. 5-ci ayında 1 ay qalıb. 1 ay müddətindən sonra inşallah bitirirsən, gedirsən, gəlirsən. Bu mərkəzlə əlaqəli rabitən itmir də. Məsələn, necə olur? İnsan ola bilər, üzdə etsin, yaxşıdır. Sən 5-ci ayında sən inkarı xodlamısansa, dirənmirsən, mən gedirəm. Sən hardan bilə bilərsən ki, sənə xeyirdir? Birdən 2 də işləmir. Hə. Fikir də gəlib ki, sənə soyu, sən bomba kimi, sənin hər şey yaxşıdır. Mərkəzin həm pəncərəsi belə yanıb, filan şey belə deyə. Görsən, məsələn, sən indi onu həvalə eləməlisən. Hal-hazırda görürsən ki, sən əgər onun dirənmisən, məsələn, belə deyək, 5-ci ayında sən əgər...
havayı. İndi o seçim var. Bax, o seçim var. Sənə lazımdır ya lazım deyil. O seçimi ona görə hansıların bilirsən ki, sən bu dəqiqə sənə ziyandır. Görürsən bu ziyandır, gəlib fikirdir, gəlib. Sən gəlib kömək istəməlisən. Sənin bu söhbət görürsən yenə şey olmursa, yəni sənə təzədən o fikirlər gəlirsə, həvalə edirsən Allaha, zamana, vaxta. Bəlkə ola bilər ki, indi sənə bu gəlib. Bir neçə gündən sonra sənə tamam başqa fikirlər gələcək. Ona görə dua bizim tək mərkəzlər yoxdur. Çölə də çıxandan sonra risk istəyirsən ki, sənin nə bilim, evdə hamı səndən yaxşı rəftar etsin. Sənlə heç kim səni kontrol eləməsin. Heç kim səni kontrol, hər şey yaxşı olsun. Risk gəlsən, görürsən insanlar var, vaxt ikən səni görür, yolun dəyişir, yenə mərkəz keçmirsən. Gəlsən, görürsən, yenə səni görürlər, yolun dəyişirlər. Sən gedib onun gir ağzına çağırış, mənə, davay məndən. Görürsən, sən dəyişəmirsən, çünki onun fikirlərin sən qarşısında gücsüzsən. O fikirlər səni necədir? Özün dəyişdikcə ətrafda dəyişir. Ona görə bu addımı məntiqli düşüncə birinci. Ayaqqabı, bax məsəl keçirik buna. Görün nə boyda proses gedir. Sən burada dərman ata-ata məntiqli düşüncə gələ bilər sənə? Yox. İçki içə-içə, kayf eləyir, nəsə ola bilər? Yox. Ona görə gündəlik dua olunmalıdır. Gündəlik meditasiya, oxumaq. Meditasiya oxumaq saatdan saata, gündən günə. Məsələn, meditasiya buyur. Get gəl. Meditasiyanı məsələn 11-ci addımdır. Mən özüm də məsələn sıxıldım, nəsə narahatçılıq oldu, gördük yüklərlə. YouTube-da müəyyən şeylər var. Qoyurlar da burada axşamlar sizə yatanda çox vaxt qoyurlar deyən yadlarından çıxıb yenə tapşıracam qoysun. Meditasiyalar var. Məsələn küləyin səsidir, yağışın səsidir, çayın səsidir, meditasiya. Bir anlıq, yəni orada düzgün nəfəs almalısan və ürəyin döyüntülərini hiss eləməlisən. Başlayırsan onu qulaq asmağa. Yəni necədir? Bu meditasiya nə üçündür? Sən elə bir ki, biz başı doğuluşdan, həyatdan elə nəsə alırıq, nəsə istəyirik. Sən amma bu meditasiyaya girəndə elə bir ki, sənin ruhun başlayır dincəlməyə, düşüncələrin. Bu namazla da olur, zikirlə də olur. Məsələn, mənim meditasiya çöldə sıxılanda məscid, cəmaət namazıdır, bax, elə bir şeylər. Proqramda meditasiya da var. Yəni o sıxıldığın daxilində sənin o aqressiya, buşuvat eləyir də, içində belə nəsə proses düz getməyəndə özünlə məşğul olmaq üçün. Birinci növbədə ümumiyyətcə insanda yəni nəfəs sistemi var, düzgün nəfəs almağı bacarmalısan. Çox vaxt adi bir şey. Bir dənə əsəbləşəndə başıma elə bir şey, nəsə isti gəlir. Beyin qızara, deyir, beyni qızıdal orada. Görürsən nəsə. Sən bir anlıq bir dənə nəfəs sistemi, bir düzgün nəfəs alsan, buradan yox. Bax belə, başla. Bax belə, düzgün nəfəs alsan. Yəni mən adi bir şey, riskə hesabləşəndə nəsə olanda, ya bir dənə stres yaşayanda, bir dənə elə belə yoxlayın. Bir dənə düzgün başlayın nəfəs almağa. Eləmə də, aqressiya göstərmə. Məsələn, gördün kimsə səndən aqressiv rəftar edir, nəsə səni acılayır, gəldi də sənə o cinlərin gəldi. Risklə əsəb gəldi. Bir dənə həmin vaxtda bir dənə özünə stop ver, bir dənə nəfəs sistemi düzgün bax. Burunla al, ağızdan burax. Yuxarıdan al nəfəsi burax. Meditasiyada elə bir şeydir. Meditasiyanın musiqisi, sədala, musiqi qoyuldu, sakit səslə qoyuldu. Həmin vaxtı düzgün nəfəs ala-ala hiss edirsən ki, ürəyin necə döyüntüsü, nəfəsin necə gəlir, bədənin, orqanizm başlayır stabilləşməyə. Sən əgər düzgün nəfəs alırsansa, sənin qan dövranın da düzgün gedir. Bayaq bir nəfərlə söhbət edim. Məsələn, ürək sistemi var, ürəyin döyüntüsü. Dilləri qədər, Allah deyir, hər kəsin bir dənə qədər, yazı, alın yazısı falan yerə kimi. İndi onun mən bioloji tərəfini deyim. Biz doğuluşdan önce hamımızın ürək döyüntüsü var ha. Bu genetik keçən bir şeydir. Elə bir ki, sənin məsələn, bu maşınlarda tormuz var, 2 milyondan bir tormuz dayanır ha. Ürəyi də elə bir şeydir. Sən doğuluşdan sənin ürəyin bölünüb. Məsəl üçün deyək, 2 milyon, 3 milyon dəfə döyünməlidir. İstəyirsən sən samolyotda uç, istəyirsən nə bilim prezident ol, istəyirsən nazir ol, nə bilim çöldə dağ yar, neynisə elə, vaxtı çatdı, dayandı ürək, dayandı. Aktiv istifadədə olan insanlar neyini? Sənə kayf necə gəlir? Kayf, əsəb başa, ümumiyyətcə stres əsəb aparır da, hiss eləmirsiniz, insan əsəbləşəndə ürək daha tez-tez döyünür. Sənə enerji aparır da. Narkotikdir, içkidir. Bu necə edir adamı? İçkini içdin, getdi mədəyə, oradan
qandan keçdi, kapillarla başlayır ürək tez-tez döyünməyə, qanı başlayır tez nasos üçün vurmağa, beyində sənin kapillarlar partlayır, başlayır huşun dəyişməyə. O sistemdir də. İnsanın halını nə salır ki, o salır da. Həmin o maddələrin də hamısı elə eləyir də. Təsəvvür et ki, sən zapası ürəyin tez-tez başlayır döyünməyə. Ona görə ömür qısalır. Nəfəs də düzgün, məsələn, meditasiya. Sıxıldın gün ərzində, gördün ki, gəlir, bir dənə meditasiya, uzandın rahat. Düzgün nəfəs aldın, çöldə də inşallah, burada da çöldə də tətbiq edərsiniz. Sonra gəlir proqram ədəbiyyatı və mənəvi ədəbiyyatın oxunması. Bu meditasiya, proqram ədəbiyyatı. Proqram ədəbiyyatı və mənəvi ədəbiyyat. Bu ümumiyyətcə nə üçündür? Niyə oxumalısınız kitab? Vaxtı ikən məktəb oxudunuz da. Kitab niyə oxumalısınız? Aha. Kitab vahşi ümumiyyətcə nədir? Semitska, mən elə bilirdim kitab, qabaq biz uşaq olanda kəsirlər, semitska tökürdülər içinə. 5 köpüklük, 10 köpüklük semitska olur. Kitab nə üçündür? Necə açın, nə üçün açın, nə yazıb? Sehirli nə sözlər var orada? Aha. Aha. Bəli, bəli. Ayşə. Kitab vahşi ümumiyyətcə nədir? Bax, təsəvvürlərimi görsətdim. Təsəvvür mən stul ustasıyam. 20 il çalışmışam, stulun necə düzəlməni öyrənirəm. Sonra otururam, bir dənə kitab yazıram, bu boyda. Təsəvvür 20 illik təcrübəmi bir dənə kitaba yerləşdirirəm. Bizim də bax, bu proqramın ədəbiyyatı da milyonlarla insanın təcrübəsindən toparlanan bir şeydir. Mən inşallah gələn dəfə sizə bir dənə addımlar necə yaranıb, Bill Wilson kimdir, Doktor Bob kimdir, necə yaradıblar, onun haqqında da danışacağım. Kitab vahşi ümumiyyətcə necə? Milyonlarla insan, baxın, bayaq dedim, stulun mütəxəssisi. Hər bir sahədə var. Adı hər bir kitabı götürüb oxursa, insanlar 20 il, 10 il, 40 il həyatını sərf edib kitab yazır. Ona görə bu kitabları oxumaq xeyirlidir, təcrübəli insanların kitabı. Birinci növbədə proqramın. Çünki proqram ədəbiyyatını mən telefonuma yükləyirdim, PDF-in. Məsələn, yol uzaq idi. Günəşlidən getməli idim Novxanaya. Mən yol boyu ancaq kitab oxudum. Çünki mənim beynimin informasiyası, məlumatı dəyişməlidir. Sənin beynimin məlumatı, əgər məni həyatımın 40 ili boş-boşuna keçibsə, deməli, beynimin mənim informasiyası məni uğura aparmayıb, düzgün istiqamətə aparmayıb. Nə eləməliyəm mən? Bu həyatı yaşayıb, yenidən sağlam həyata qayıdıb, düzgün, ayıq, təmiz yaşayıb və həyatın quran insanların təcrübəsindən yararlanmalıyam da. Mənəvi kitablar da o da, mənəvi, məsələn, Hacı Şahin var idi, Hacı Ramin var idi, onların kitabları da maraqlı kitablardır. Yəni, dini, Quran haqqında, din haqqında, İslam haqqında bu kitablardır. Çünki beyin boş qalsa, bizim beynimiz əgər boş qalanda, bekar qalanda nə edir? Ya tiaqa qanət edir, ya gic-gic şeylər haqqında fikirləşir. Çöldə də elə olur. Ona görə hər dəfə beynimi yeni məlumatlarla əvəz eləməliyəm. Yəni, kitablardır, oxumaq, baba ona görə lazımdır. Baş boşluğa düşməsin. Boşluğa düşən kimi başlayır hürməyə. Hürməsin deyənə belə. Deməli, 8 sponsor və rəhbərlərlə iş. 7 addımlarla çalışmaq. 7 addımlarla çalışmaq. Bunu necə başa düşürsünüz? Addımlarla, çöldəsən, tədbiq eləməlisən, düzdür. Canımsın. Birinci addım mümkündür də. Təsəvvür etsən addımlar olmaq. 1, 2, 3, 4, 5, bunlar addımlar hamısı dalbadal getməlidir. Mümkündür ki, qardaş, mən birinci addımı tətbiq eləməyim, keçim 10-cu addıma. Var elə bir şey. Bir dənəsi var idi, o şey elə bir ki, şab qrupu var. Mən addım yazırıq, şab qrupu var. Görürəm, adam gecə saat 4-də səs atıb ora.
kayıfda. Addım yazır ala. Birinci addımla gücsüzlük, idarə olunmazlığına обратный связь deyir. Görürəm ha, adam kayıfdadır. Gecə saat 4-də addım qrupuna səs atarlar. Bu birinci addımı qəbullamır, mən üçün şagir. Anonimliyi qoru qardaş. Ha. Sən ona görə bu addımların hamısını siz mərkəzi girən gündən avtomatik bütün addım, səhərdən axşama kimi bütün addımları atırsınız. Hansı addım atmırsınız məsələn? Ha. 12 addımın hamısını. Sizi səhər yuxudan durdunuz, mərkəzə girdiniz, səhər yuxudan durdun, sən bütün addımları atırsan. Düz yatana kimi. 8-9-u sən necə atırsınız? Bir-birinizin xətrinə dəyişsə, görüşdürürlər sən, soda ödədin. Barışdınız, görüşdünüz. Olub belə bir şey ki, ha? Ay sağ ol. Sən kiməsə aqressiya göstərdəndə, kimlənsə pis rəftarla mənəvi ziyan vurursan axı. Maddi ziyanı həmən bərpa eləmək olmur ki. Birinci mənəvidən başlama. O mexanizmi xodlamalısan daxildə. Çoxu nəsə, mən çıxıb o boyda ki, mən necə qaytaracam. Sən birinci başla mənəvidən. Sən mənəvi ziyanları ödədikcə də, ailədə, ana. Sən ana ilə düzgün rəftar, analar da ən çox bu udar yazıq analara dəyər bu prosesdə. Ana ilə oturub gündə səhər tezdən yuxudan duranda yeri yıxsan, təmizliyə baxsan, yemək yedin, qabları yusan, qoysan yerinə. Mən indiyə kimi onu eləyirəm, oluşdu. Bir gün də anam yemək pişirdi, oturdu, qablarımı yudum, qoydum yerinə, çıxdım getdim. Yerin pastayını yığılır. Paltarlarım qatdalı. Mümkün. Mən evdə qırğın eləyək, qardaş, şalvarımı evdə deyirdilər ki, heç olmasa bunu ayaq altına atma da, götür qoy stolun başına. Harada çıxartdım, orada da qalırdı. Mən kimi öyrətdi? Reabilitasiya. Budur mənəvi ziyanlar, qardaş. Ən azından gündə bir yarım saat ana ilə, yaxından, ata ilə, bacı ilə, qardaşla, sənin əzizlərinlə oturub onlarla danışmaq, onlardan mərkəzin içində yığıb arada onlardan halallıq istəmək, üzr istəmək, bunların hamısı mənəvi. Sən mənəvidən başlayın. Bu addımlarda belə atılır. Çıxdın çölə, bütün addımları atırsan sən. Burada saldıqsa avtomata. Çıxdın çölə, avtomatda. Məsələn, sən necə olur, qardaş, burada sən qardaşla əgər münaqişə düşürsə, bir-birinizdən üzr istəyirsiniz. Evdə mənə doğma anamdan, yaxınımdan niyə istəməyim, bura? Hə? Niyə istəməyim mən əzizimdən? Qardınyan imkan vermir, qürurun imkan vermirsə, niyə onunla üzr istədin? Qürurlusan da tutaq ki, hə? Niyə üzr istədin onunla? Get anadan, yaxınlardan, o ki, addımlar var, 8, 9, budur. Bütün addımları tətbiq eləməlisiniz. Çöldə kimə hansı addım çətin gəlir? Atmaq. Sırıvniklər. Hansı addım çətin idi sən atmaq? İkinci addım. Hamısı birdən başlayır. Reabilitasiya. Sırıvın senarisi reabilitasiyanın içindən qurulur. Kim deyir, yanaş, mən çıxdım, nə bilim, belə elədim, belə burada qurursanız. Çoxu burada qurur. Prosesin içində başında qurur. Qurub quraşdırır. Bu 20 tövsiyəni də keçirən, biləsiz. Gördünüz, tam kimyəvi asıllıq. Azad, heç bir kimyəvi maddə istifadə eləmir. Ola bilər kimsə qurar, mən nə işə çəkəcəm, dərman zat. Ayıq təmiz keyfiyyətli həyat yaşamaq istəyirsə, bir müddət bunları tətbiq eləməlisiniz. Ümumiyyətcə, bir ömür boyu. Mən burada elə şeylər var ki, ömrümün axırına kimi tətbiq edir. Yəni, Allah ömür versə də, yəni indi yalnız bu gündə, amma fikrim odur, qətidir. Sonra, sponsor və rəhbərlərlə iş. Sponsor. Sponsor necə başa düşürsünüz? Çoxu show biznes elə bilir ki, sponsor həcizat. Sponsor və rəhbər iş. Buna deyirlər Rusca nastavnik. Nastavnik. Rusca bilən var burada, Rusca. Nastavleniya na verni put. Düzgün yola istiqamət verən insan. Sponsor. Sponsor pul-mul mənasında deyil, həyat verirsən, həyat. Təsəvvür elə ki, bax,
ayıqlıq. Dünyanın heç bir valyutasına mən onu ölçmürəm. Bax, bu dəqiqə mənim ayıqlığım, mən dünyanın heç bir valyutasına ölçmürəm. Mən elə bir dənə vəziyyətdə idim ki, ay qardaş, mən ölürdüm ki, mən bir ay yox, bəlkə 10 gündə çöldə qalsaydım, mənim ayağım zadım çürüyəcəkdi, mən öləcəkdim. Birinci sponsor, sizin burada öndə gedən var, ha, buradakı öndə. Ola bilər bəziniz qərəzlə qiymətlənirsiniz. Buradan başlayır. Son başlayır volontyorlar, son konsultantlar, gedib gələn, ayıq qalan insanlar və bundan sonra başlayır çöldə qruplarında sponsor 10 il, 8 il, 5 il, 6 il ayıqlığı olan insanlarla həyat verir. Yəni rəhbərlərlə iş, reabilitasiya rəhbəri. Məsələn, bax təsəvvür et ki, 1 milyon pulun var, ölürsən. Yoxsan, vəsə. Neysə, nəyim 5 dənə uşağım var, atan, anam var, maşınım var, evim var, mülküm var. Ölürsən, yoxsan. Hə? Sponsor, sənə həyat verən insandır, sənə sponsor, sənə elə bir ki, ömür verir. Ayıqlıq odur da, qardaş, ayıqlıq odur. Ola bilər, sən cavansan, 20 yaşın var, 25 yaşın var, onun fərqinə varmırsan, hələn bədən işləyir, cavansan, orqanizm işləyir, fərqinə varmırsan. Vaxt gələcək, belə minvanla əgər sən buradan nəticə çıxartmayıb, gedib çöldə yenə o bizumiya, o marafonu keçsən, yenə o bezumiya, o başıboşluğu yaşasan, 30, 40, 50 yaşında sən danqa eləyəcək ki, mən nə qələt elədim ha. Mən nə... Yəni, ən yaxşı variant suroka düşsən, ölməsən, o surokda o tasqalıysan, bütün gün hasarın dibində, sağa, sola, sağa. Orada başını necə vurassan divara ki, ayda, mənə deyirlər axı, mən niyə... Bu danışan sözlər var ha, Allaha and olsun, hamısı bir-bir düşəcək yadımıza. Kim buradan nəticə çıxartmasa, getsə. Ya öləcək, bax dünən də birin yarım çıxsa, zəng edir, onu küllü miqdarla getdi içəri. Ya öləcək, ya tutulacaq, ya da elə bir dənə xəstəlik tutacaq ki, ağzına turupqa ilə supu verəcəklər. Zığda yatırdığı bir dənə kişi vardı, 8 il idi oradaydı. Bax, belə uzanmışdı. İndi orada o vaxt vardı, duxovnu kimlərsə xidmət kömək edirdi. Turupqa ilə sup verirdi. 8 il, bax belə. Tərpənəmirdi. İçib, beyninə vurub, iflic eləyib, sonra belə, kak ov işte, elə bir tərəvəzdir, uzanıb belə, danışır, zad eləyir, amma tərpənəmir. Vurdu paraliz. Sponsorlar olmalıdır. Hər dəfə sən sıxılanda, narahat edən məsələlər olma, mütəmadi rəhbərlə, proqram rəhbəri ilə, sponsorla əlaqədə olmalısın. Timboli yaşlılar. Yoxdur, qardaş, şansımız yoxdur. Axırıncı şansdır, yapışın bundan əl çəkməyin. Ola bilər bu prosesin içində avtobusda gedir. Elə ki, həcə gedir avtobusa. Biz bilirik də hara gedirik, qardaş. İtoq ayıqlığa da ölməmək üçün də, bro. Nə üçün buradaq ki, ölməyək? Özümüzlə bərabər yaxınlarımızı da öldürməyək də. Özümüz yaxşı cəhənnəm. Bəs bizlə bərabər bizim əzizlərimiz də öyle. Evet, çıxmışıq avtobusdan, yol çıxmışıq. Gedirik həc ziyarətinə. Biz bilirik, ziyarət yaxşıdır da, vacibatdır. Bu avtobusun içində kafir də ola bilər. Bizi əsəbləşdirən bir insan da ola bilər. Arada təkəri də buraxa bilər, avtobusun. Nəm sideniya qırıq ola bilər, prujin zadı bata bilər əlimizə, ayağımıza. Amma itok yolumuz düz. İndi sən bu yolda təsəvvür et ki, avtobusu biri səndən cobut danışdı. Sən avtobusu saxla, düş ziyarətə gedmə. Elə dünya var, elə şey var. Hə? Nə mən filan kəs qalmış avtobusun içində. Sən öz vacibatının arxasıca gedirsən də. Sən getsin ibadətinin arxasıca. Sənin nə işin var ya, o kafirdir ya. Bəlkə o çatdı ora Allahın dərgahında qəbul olundu. Bəlkə o cənnətdə elə səndən qabağa düşdü. Səni qır qazanını atdılar. Hardan bilirsən? Sən niyə avtobusun içində qərar verdin? Bu proses, sağalma prosesi də belədir də. Biz müəyyən bir yola çıxıb bilirik də, bəllidir, hamımız bilirik. Yoxsa siz kimdir burada saxlaya bilərlər bu boyda adam burada? İtok içimizdə var da o istək. Sadəcə olaraq o bəzi nüanslar çıxır ortaya, o da büyündür də qardaşım. O həlli yolu da var da, həll eləyib qoyursan qaydasına geçsin. Sponsorlar və hər şey soram. Əsas mənəvi sağalma prinsipləri, dürüstlük, açıq fikirli və hərəkətə hazırlıq. Dürüst. Kim necə başa düşür dürüstlüyü? Yeməlidir, içməlidir bu dürüstlük. Hərəkətə hazır. Aha.
Qərəzsizlik. Qala qrup şeydir, leksiya keçirəm. Gəl burası sən, yəni gələcəm. Çəkilişdir də. Hə, qərəzsiz. Nədir bu? Dürüstlük nə deməkdir? Aha. Aysan dürüstlük. Ya, belə. Dürüst. Özündən dürüst olmalısın. Birinci növbə. Dürüstlük o da öyle. Mən sənə 2 manat verdim, qaraş get siqaret al, gətirdi 5 qəpik qaytaracaq. Bu dürüst. Dürüst. Qardaş, bu dəqiqə sənin yerində bura. Bir dənə dürüst özünlə söhbət edir. Yerin sənin buradır, yoxsa bura lazım deyildi sənə. Apar bu universitetə qoymalıydıq sənə. Ya sən aparmalıyıq dəlixanaya. Haraydı sənin yerin? Yox, dürüst də, yəni mənə elə belə yola vermə. Yəni özünlə dürüstsən o barədə, o mövzuda. Dürüstlük, hərəkətə hazır, qərəzsizlik. Gəlin bunu mənə reabilitasiya içində çox siabratlı sivaz verirlər. Mən sizə bunu çöllə bağlı deyim. İndi qardaşlar var, hansı ki çıxacaq, yəni onlar. Bax, təsəvvür edin ki, siz həyatınızın sferalarının qaydasına qoymalısınız da. İş, güc, maddiyyat, bir çox şeylər qoymalısınız qaydasına. Məsəl üçün, birinci növbədə ən çox mən nəyin arxasıdır? Yəni, maddiyyat boş şeydir, maddiyyat düzələcək, dünya malı düşəcək qaydasına. Əsas sənin cəmiyyətdə olan statusun, hörmətin, izzətin, özvə hədəflər, məqsədlər təyin eləməlisən. O hədəf və məqsədlərə doğru getdikcə hamısı düşməlidir qaydasına. Sən əgər dürüst deyilsənsə, hərəkətə hazır deyilsənsə, qərəzsizsən, məsələn, qərəz, belə deyildi, sən mənə yığırsan, məndən kömək istəyirsən. Əgər sən qərəzlisənsə mənə qarşı, sən məndən gələn abratlı sivəzi ala bilməyəsən. Beyin bloklanacaq, almayacaq onu. Çünki sən beynində qərəz mexanizmi qurdun. Bəlkə də mən sənə düzgün abratlı sivəz verirəm, sən onu qəbul eləməyəsən. Gəlin mən çöllə bağlı deyim, məsələn, çıxmışsınız çölə, hansısa bir işlə məşğul olmaq istəyir, karyera qurmaq istəyir, nəsə eləmək istəyir. Mən sizə söz verirəm, bax, məsəl üçün, tətbiq məsələsi. Gedirsən, bu dəqiqə marketlər doludur da, çoxdur. Yəni, işə, kim deyir, işsiz, iş yoxdur, pul yoxdur, elə bir şey yoxdur. Sadəcə olaraq, dürüstlük, hərəkət hazır, qərəzsizsən. Mən marketdəniyim, mən filan şeydir, Bir dəfə mənə bir dənə dilənçi yaxınlaşdı, deyir ki, pul istədi mən. Dedim, gəl mən sənə, mənə aşba, dedim, yemək pişirə bilsən, deyirəm, xanım. Dedim, gedi, mən sənə günə 30-40 manat maaş verirəm, deyir, mən istəyirəm, çıxdı, getdi. Bu adam dilənməyi, dilənçiliyi seçib. Amma gedib, normal işləmək istəmir. Onun üçün çox var adam deyir, məsələn, adı bir şey, çıxmışsın mərkəzdən. Lüboy marketə, hər bir marketə yaxınlaşsa, sizi orada zibilatdan götürərlər də, qarobqalar azadıb üçün. Getdin, düzəldin ora. Dürüstlük, hərəkətə hazır, qərəzsiz. 2 ay, 3 ay orada zibilləri. Dürüst, hərəkətə hazır, qərəzsiz. Ola bilər sənin orada menecerin, nə bileyim, işin müdürü, cavan 20 yaşında, 18 yaşında uşaq ola bilər. Sən verirsə, get bunu at, hərəkətə hazırsan, eləyirsən. Proqram necə deyir, hərəkətə hazır olmalısan. Pastesdə verirlər, çox qərəzsiz. Kim verir, neynədir, oturub yazmalısan. Çünki yekunda bu sənin xeyrin üçündür, reabilitasiyada. Bunu mən çöllə sizə nümunə çəkəm. Gedib cəmsən, zibil. Sən orada 3 mənəvi prinsipi, dürüst, hərəkətə hazır, qərəzsiz. Vaxtında işə gəlib getsən. Heç bir haramçılıq eləməsən, qərəzsiz sənə deyilən hər bir şeyə qərəzsiz yanaşsan. Səni ehtimal var, bir 5-6 aydan sonra elə belə satıcı götürsünlər ora. Hə? Vardı ehtimal. Üzün başın təmiz, hərəkətə hazırlıq, dürüst, gəldin, düzəldin, marketə satıcı. Eyni minvandan davam elədin. Dürüst, hərəkətə hazır, qərəzsiz. Oğurluq eləmədin, ələyri eləmədin, vaxtında işvə gəldin, getdin, hər bir şey qaydasında. Ehtimal var, səni bir ildən sonra bölgə müdürü qoysunlar ora. Hə? Bir də ayıldın ki, sən baş ofisdəsən haradasa. Hansısa filialın müdürüsən. Bizim həyatımızın hər bir sahəsində də budur. Dürüst, hərəkətə hazır, qərəz. Dürüstdür. Aşı ümumiyyətcə, hamımıza deyirəm, xoşbəxtliyin açarı, xoşbəxt yaşamaq istəyirsiniz. Doğulandan insan xoşbəxtlik axtarır da. Dürüst ol. Dürüst olsan, qorxusuz, hürksüz həyat yaşayırsan. Bilsən ya, çox adam narahat olur, qorxu, hürkü, təşviş içində olur. Nadürüstdür, qardaş, dürüstdür. Qəlbi narahatdır, qəlbi rahatdır.
Sən dürüst, bax burada şu dürüstlüyü öyrənirsən, burada günah, haram heç bir şey eləmirsən axı. Yəni təmiz belə deyək də imam övladlarsınız hamı. Yəni içki yox, narkotik yox, zina yox, oğurluq yox. Hə? Yoxdur da qardaş, var hansı? Yoxdur heç biri. Bunu davamlı şəkildə eləyən insan ruhan da, fiziki də, mənəvi də təmizlənir də, rahatlaşır, qəlbi də rahat. Sən bunu təzədən çölə çıxandan sonra burada toparladığını tətbiq eləməlisən. Yenidən keçdin, başqa mövzu. Telefon əlbə keçdi, sən telefona oturub dini nələrəsə qulaq asmalısan ki, sənin ruhun. Sən orada söyüş, meyxana, porno, morno, belə şeylərə baxsan, hara gedəcəksən ki, etsin. Ayılıb görəsən ki, yenə getdin, ajizni, pajizni, varaskoy, oğru filan kəs belə gəldi. Oğru, sən oğrusan, oğru. Belə şey son nə olacaq? Meyxana, qardaş, dini, hə. Onunla sən nə inkişaf, sənin həyatında nə dəyişiklik ola bilər, nə edə bilərsən? Nə xeyri dəyə bilər ki, sən xeyri rəsi, uğur rəsi. Onca özünü dürüst analiz etsən ki, mən bir dəqiqə meyxanaya qulaq asmaq, mənə dürüstü özün-özünə xeyirdir. Ya oturub bir dənə xütbəyə qulaq asmaq, ya bir dənə leksiya, hansı dürüstü özün-özün olsan. Özün öz başlığı mexanizm var da, afyorstluğu eləyib, başın səni öz-özünü ağlatmasın. Dürüst hərəkətə hazır qərəzsizlik. İkisini verməyim ürəyim. Elə bir məsələ çəksin, mağazin məsələn. Belə deyim də, mən hansısa gedmişəm, evimin yaxınlığında, məsələn, Araz marketdə, işə götürməyəm. Mən bunlarda həyatımda tətbiq edirəm. Gedirəm yaxınlaşıram, orada hər hansısa bir rəhbərə. Bunlardan məni tanıyır. Mən vaxtında orada olur. Gələm. Götürməyiblər sən işi? Əcəb ediblər. Nə, götürməliydilər sənə? Yaxşı, bu mərkəzi keçəndən sonra. Sən orada səni tanıyırlar da, oraya getmə də, başqa yerə get. İminli niyə oraya getsən? Elə zaman sən ki, onların yaddaşında sən oğru kimi qalmısan. Bəs bu sosialına baxacaq. Sosial oraya getmə də, qardaş. Araza getmə, get rahat. Rahat marketə. Düzəlmir, hərəkət edin. Vaxt gələcək. Mən sənə bir şey dedim də, mən market vardı, oradan oğurluq eləmişdim məhəlləmiz. Mənim marketdə interesim var. Bu dəqiqə mən market gedim, mən qabağıma qaçır həmin heyət. Vaxtı ki, mən də oradan oğurluq eləmişim. Narkomanlıqda əlhəmdülillah, hamımız bacarırıq da. O heç o da. O da tutacaqlar. O bilmirsən axı. Bəs 8-ci sənə deyir axı, sənə və ətrafa 9-cu 8 siyahını tutursan. Sən siyahını tutursan, o da səni narahat eləməsə. 9-ca sən gedirsən. Bəs orada 9-da deyir axı, sənə və ətrafa ziyan vurmamaqla. Məsələn, necə adamda hələ də kin nifrət qalıb. Bizim dostumuz var, təsəvvür elə, çıxır Ağrıda məhəlləyə. Bir ağsaqqal kişi samavar qaynadır. Girir evə ki, dəmi götürsün, bu raşot götürür, bu girəcək dəmə də. Çayını samavar qaynayırsa, deməli çayın dəmin götürməlidir. İt dəmi götürüb kişi çıxana kimi qayna-qayna samavara aparıb. Bax, bu indi çıxandan sonra o kişi əlində dəm çayındakı qalıb. Bu çıxsa ona mənəvi dəli olardı, o ona hazırlığı yoxdur. Zarafatsın, məsəl. Elə bir şeylər var ki, insanlar da var da, ona hazır. Sənin də məsəl olur, hələ hazır deyil. Vaxt gələcək, onlar da sənə normal qəbul edəcəklər. Sonra, var başqa sualı olan? Emosional gündəlik tutmaq. Burada yazır sizə hisslər. Gündəlik. Samanaliz yazırsınız da. Məsələn, çıxandan sonra çoxu samanaliz yazır, hisslər. Ümumiyyətcə, birinci hisslərdən başlayır. Hər gün, bax, burada reabilitasiyaya gələn gündən birinci yazırsınız, fikir, hiss, hisslər. Görürsünüz, hisslər necə dəyişir. İnsan inventarlaşdırır da, belə deyim də mən sizə. Açot-çot eləyir. Məsəl üçün də, mən sizə belə nümunələrlə gətirəcəm, yaxşı başa düşəsiniz. Elə bir sənə bir dənə marketin var, dükanın var, dükan açmısan. Kim işlədib dükan? Əlin qaldıra bilər, market işlətmirsən də. Orada var xadavoy mallar, bir də var nixada. Məsələn, şam, işıq sönəndən sonra lazım olur. Ayaqqabı mağazası o, belə alırsan qalır. Soda. Bir də var sigaret, çörək. Sonra nədir? Xadavoy, makarondur, ətdir, belə bir şey. Elə bir sənin bir dənə marketin var. Bir dənə market. Bu
proqramda mühasiblər, yəni birjoy agent olub da yaradan. Elə bir ki, sənin marketin var. Orada var xadavoy mallar, var ni xadavoy mallar, satılmayan. Sən elə bir ki, bu gün axşam al belə, müştərilər girdi, çıxdı dükana, gəldilər, aldılar, sən dükkanı açmalısan. Sən o xadavoy malları alıb yerinə qoymalısan, ya yox? Hə, qoymasan necə olacaq? Belə davam eləsən, bir həftəyə 10 günə bankrot olasan da, icarə çıxmayacaq məsələ üçün də, əgər çörək gündə 200 dənə çörək satırsansa, oradan hərəsindən 5 qəpik qalır, qoyursan arendanın qırağa, arenda verməyə, nə bilim, sigaret satırsa 5 qəpik oradan qalırsa, onu qoyursan işıq pulu, kommunalı ödəməyə də. Sən təsəvvür ki, xadavoy yoxdur, sən müştəri qaya girir, bir dənə sodadır, şamdır, ayaqqabı mazıdır, o ucqar yerlərdə olur, dükanlar, o formada. Bizim hisslərimizdə elə bir şeydir. Bəs hər gün sən bunları yazmasan, sən görməsən, artıq sənə hisslər var. Təsəvvür, bir gün bir dənə hadisə baş verdi, sən orada hissləri işlətdin. Elə bir xadavoy mal kimi, getdi. Və sən bunu necə yerinə qoymasan səhər, sən günüvü necə yaşayatsan? Bunu da neynəməlisən? Yazıb görməlisən də. Görməlisən ki, yazasam analizdə, günün analizində, ya hisslər, nivnik çüstüdə, hisslərin. Sən orada yazmalısan ki, deməli, hadisə baş verdi. Həmin hadisədə mən bu hisslərlə, artıq hisslərdir, mən bunu işlətməməliydim. Sabahsız gün eyni bir situasiya ilə yaşananda, sən həmin o hissləri, fikirləri, yəni o tərəfə yönəltməsən. Nə edirsən? Daxili açot-uçot. İnventarlaşdırırsan hissləri. Ona görə hər dəfə yazılmalıdır. Gündəlik hisslər. Emosiya gündəlikdir də bu. Yalnız bu gün. Emosiya başı necə? Emosional, hiss nədir? Emosional nədir? Hə? Olmamış. Hiss. Görsətsən də bir neçə hisslər toparlanır, emosional. Sən bir sıraşda nəsə reaksiya verirsən. Məsələn, hadisəmə bu stakan düşsün yerə. Adam var, emosional heç bir reaksiya verir. Adam emosional sırrı deyirlər. emosionalda sənin ruh halın başlayır yavaş-yavaş darıxır. Məsələn, necə də? Məsələn, gülmək yerinə oturmusan, insanlarla söhbət eləməyə getmisən, dumkadasan. Sən emosional, hədə adekvat deyil. Yəni qeyri-adi, ağlamaq təzə-təzə gələndə yadınıza gəlir, gülmək yerinə ağlayırdın, ağlamaq yerinə gülürdün. Narkotikin dalıcı gələndə, interesli adamı yolda bir dənə gülüşlə ağlamaq gəlirdi. Nəsə tema tutuzdurur, o içində hisslər də qarma-qarışıqdır, aləm-qarışıq. Gəlsən reabilitasiya da elə olur da. Sevinc yerinə əsəb görsətsən, əsəb yerinə kimsə sağlam düşüncə ötürür, səndən, yəni itoq yeşunda sənə ziyanlı etsin, sən başdan adamla dalaşmağa. Reaksiyaların düzgün olmur da. Bu emosional qarma-qarışıqdır. Çöllə, bir var cismin, bir də var çöllə. Buna olan reaksiya. Ortada da anormal reaksiya versən də, səndə emosional çöküntü gedir, normal deyilsən. Məsəl üçün deyək də, 5 ayındır, 1 aya getsən. Emosional sevinmə, şey olmaq, pozitiv, özünlə fəxr eləmək əvəzinə, hamıya minnətdar olmaq əvəzinə, başsanla dalaşmağa, nəsə priçin axtarsan. Hədə qərəzli yana başlayır, şuursən də emosional nəsə sıxoy sırıqdasan. Sən bu dəqiqə çölə çıxan kimi promo bariqanın qapısındasan. Çünki sənin ruhunla cisim, ruh halından, çöllə də, gördüyün bu şeylərlə düzgün proses getmir. Qapanmısan özünə. Depressiv hala düşürsən, emosionalını çökür. Deməli, mərkəzdə olanlar, mərkəzdə olanlar, onca gözünün qabağına o getdiyin yerlər gəlir. Yəni, falan, o beynində senaryo var. Sən deyilsən, bilirsən, amma bir səfər eləməyəcəksən. Absardan proqramdan xəbəri yox. Amma mərkəzdən çıxdım, sonra başladım işləmək. İndiyə qədər mənə arada yadıma düşür, gülməyə gəlir ki, o nə fikir gəlir. Çıxıb mərkəzə qayıdıb şey eləyəsən, nəsə eləyəsən, mərkəzin uşaqlarına, yoxsa... Mən deyim, çıxacam qırağa. Gedib çöl. Mən qırağa çıxacam, bu səfər, tutaq ki, qüdrətlə görüşəndə, da elə eləməyəcəm. Bu səfər, dağıtmayacam, bəs belə eləyəcəm. Sonra yaxınlığıma çağıracam, qardaşım, al ver edəmirsən. Belə də mənim yanımda elə, polislərlə də dostlaşladı ki, belə senarilər qururdu.
Amma o çıxandan sonra indi yadıma düşdü. Reallıqla qarşılaşdın da sən. Sən elə bir sən xəstə başın idi, qalmışdın, düşüncələrin dəyişmir də. Sən necə çıxdın çölə, reallıqla qarşılaşdın, sən necə reallığa başqa reaksiya verdin. Çünki baş dəyişdi axı. Bu baş dəyişməyincə sən hadisələrə, reallıqlara xəstə başla reaksiya verəsən. Dur, sağlam başla verməyəsən. Fikir, his, hərəkət, yekun. Sonra gəlir 11. Yalnız bu gün. Yalnız bu gün necə başa düşürük? 11. Yalnız bu gün. Bəs necə olur ki? Bax, bir Çoxu deyən qardaşım, ən mənə yaralı yerimdir. yalda yaralı Bu gün. Biraz anonim cəmiyyətdə, sırıvniklərdə, biraz daha bir iki dənə də sağalmayanlarda tema düşüb. Yalnız bu gün ayığam, sabah bilmirəm nə olacaq. Yalnız bugün ayıram, sabaha hazıram demək. Sabah bilmirəm nə olacaq. Özlərinə fortuska qoyur. Yalnız bu gün sağalıram. Buyur, deyinən necədir? Necə başlayın? Yalnız bu gün. Mən siqareti sən necə tərdimişəm? Yalnız bu gün. Siqaret istəyə gəlir, çək. Demişəm, bu gün çəkmirəm də. Məsələn, gəlirsən, senari gəlir. Bax, necə. Mən çıxandan sonra necə ola bilər, qardaş? Mən bir ömür boyu toyda içki içməyəcəm, elə şey olar. Neyinirsən? Başında asıl adamsan da şirdirsən. 10 il, 20 il. Vəxşi ümumiyyətcə, əgər bir insanın ayağı keçmişdə, bir ayağı gələcəkdədirsə, onun indiki vəziyyəti salamatçılıq deyil. Yoxdur. Sən büyün. Reallıq büyündür. Dünən qaytara bilərik nəsə, dünən oldu keçdi. 1900 çoxdanıncı ildə Türkiyədə belə oldum, elə oldu. Oldu, getdi, qaqa, yoxdur. Turizm bağlandı, turistlər də gəlmir Türkiyəyə. Finita la komediya İtalyanlar demişdir. Komediyanın sonu. Keçmiş getdi. Gələcəkdən xəbərimiz var. Büyün. Sən əgər büyün nəsə düzgün qursan, sənin gələcəyin yaxşı olmaq ehtimalı var. Büyün sən sağalsan, vaxtında yatıb dursan, qidalansan, sağalmağın üçün dürüst, nadürüstlük eləməsən, oxusan, yazsan, poxsan, idmanla məşğul olsan, məlumatlar öyrənsən, ayıq qalmaq necədir, sağalan insanların təcrübələrindən bölüşsün, oturub diqqətlə qulaq asıb, onu gedib tətbiq eləsən, sənin istifadəyə getmə ehtimalın var, yoxdur. Sənin uğursuz bir insan olma ehtimalın var, yoxdur. Əlbəttə ki, sən uğura məhkumsan. Büyün nəsə elə, sarayda yaşamaq istəyirsənsə, hər gün bir dənə kərpic qoy. Büyün. Yoxsa yat, nə bilim, neçə saat, uzan ədyanın altında səhərə kimi TikTokda, ora, bura, heç nə eləmə. Başda sonra onu bunu günahlandırma, filan kəs belə oldu, bəhmən kəs elə oldu. Özün də heç nə eləmə. Yalnız bu gün. Büyün. Sonra keçim, qalanı da şamil keçər. 12 Enayın şüarları, burada olan şüarlardır. Hər dəfə o şüarların mənasını öyrənib və onları tətbiq eləmək. Sonradan N-I. Ayın da İngiliscə. Anonim narkomanlar, narkomans anonimdə. Sonra pis vərdişli insanlarla ünsiyyətdə olmamaq, köhnə ünsiyyət dairəsindən çəkinmək. Ay sağ ol. Nə öyrədə bilər o insanlar sizə? Xeyri bir şey ola bilər onlardan, xeyir gələ bilər. Sohbətlə istifadə elədiyin, istifadədə olan insanlardan uzaq. Qranitsalardır, bax bunlar, tövsiyədir. Yaxın durdun, insan necə olur? Gördüyü, eşitdiyi ilə beyin başlayır hərəkəti. Səhər narkomanla oturub dursan, alkoqoliklə, nə bilim, oturub bütün gün tiaq eləyən, uğursuz insanlarla söhbət, əlbəttə ki, sənin o məlumat dolacaq beynivə, get-gəl. Dolacaq beynivə düzgün olmayacaq. Bu da sənin istifadəyə apara biləcək. Uğurlu insanların yanında olması, yəni istifadəçi insanların yox. Sonra gəlir, narkotik haqqında söhbətlərdən çəkinmə, tiaqa. Elisi axşamlar, otaqlarda tiaqalar. Dağaş filan yerdə filan şey var, deyma. Uzaq, onlardan uzaq olma. O tiaqadır, bax, danışdığın insan birinci dilə gətirir, sonra düşür beynə, fikirləşir və başlayır orada senarla qurma. Nə qədər ki uzaq olsa görsün, burada adını çəkmək olmaz,
İndi mən bayaq adını çəkdim, amma çox vaxt olmaz da bizim evdə narkotik adı çəkilmir, söyüş söyülmür. Bu nə üçündür? Şuur silinsin, beyin silinsin, yəni o adlar silinsin, yoxsa yaddaş verir. Nətər oldu? Yatırdıq da xəstəxanada, türmədə yatırdıq, çıxan kimi istəyir. Çünki bütün gün onun haqqında danışırdıq. O mövzu haqqında, bir şey nə haqqında danışanda da beyin də o haqqında düşünür və getsin istifadə. Ona görə konkret olmaz o. Təqaqalət eləmək olmaz. Sonra narkotik haqqında keçmiş davranışlar, kriminal yalanla imtina etmək. Keçmiş davranışlardır, söyüşdür, ajizni, pajizni, ona atmaq, oğurluq, kriptomaniya çoxunda var. Dükana girdi, saqqız, maqqız, əlinə nə keçdi aparır. Olmaz, ondan da uzaq. Onun özü də naldürüstüyə yol açır. Köhnə pavideniya, köhnə davranışlar da onlar. Kobud rəftar eləmək, söyüş söymək, dəyişməlidir. Bəs insan şəxsiyyət kimi sən formalaşmalısan, transformasiya olmalısan, düzgün insan kimi. Əgər sən onlara icazə versənsə, sənin şəxsiyyətin düzgün tərəfə dəyişmir. Daha nə oldu ki, elə tək ayıqlıq deyir ki, ayıqam. Və sən təmiz həyat da budur da. Narkotiklər haqqında söhbətlərdən çəkinmək, keçmiş davranışdan. Pul yoxdursa, narkotik də yoxdur. Pul, qranitsa, çıxan kimi pul olmaz. 10 manat, 20 manat. Birincisi, birinci növbədə biz pulu düzgün istiqamətə xərcləməyi unutmuşuq. Heç başı elə birincidən elə olub da. Bəlkə kimsə var bura gəlib evdə normal bankda zatda büdcəsi olan varsa əlini qaldırsın. Var, qaldırın da 30 neçə, 20 neçə adamsız qaldırın. Var, bankda ehtiyatda pul olsun, evdə pul olsun. Hə? Ay sağ ol. Az pul mat, nə bilim, argo kredit, nə bilim, hamısına borcla gəlmişsiniz. Niyə yoxdur ki? Deməli, biz pulla düzgün rəftarı bacarmırıq da, necə xərcləmək var. Xeyrə tərəf yox, ziyana tərəf gedib. Amma otursaq, danışsaq, hamımız normal, aslı adamlar siz, hamımız normal pullar qazanmışsınız. Yəni, qazanmadı, cəmaat qazana bilmədiyini qazanmışsınız. Yetərincə pul qazanmış hamımız. Amma bu dəqiqə mənim özüm məhbçət səhqərəndə heç nə. Lüt, üryan, heç nə yox idi. Ona görə pulla rəftarı da düzgün bacarmırıq deyənə biz, pula qranitsa. Və nə ola bilər, nə baş verə bilər? Sənin əgər öyle ki, təsəvvür emosional vəziyyətin pisdir, sıxıntıdasan, narahatsan, istifadə elədiyin arazidən keçirsən, adamı görürsənsə, cibində də pul varsa, səni apara bilər istifadəyə. Ona görə pullar da ona görə. Sənin haradasa istifadədən riskli tərəflər var da, qapılar asıla-asıla gedir, axırda pul həll eləmir. Pul olmayanda haradasa bir stop verə bilirsən, həmin müddət bir kömək istəyə bilirsən. Hə, Şamil? Nə deyə bilərsən pul qranitsası haqqında tövsiyə ver? Nəyə görə qranitsa qoyulur pula? Azar qarda olmazsa, gözü öldür. Ay sağ ol. Gözü öldürdə sənin cibində pul çoxu olur. Tam seçmiş adamsan, təz seçmiş adamsan. Sonra da çox şahit. Çox pul səni başlayır. Pul əndə adamı emosionalını qaldırır. Təsəvvür paltar, telefon alırsan, maşın, ora burada bazdıq, mazdıq. Səhər durursan ki, qaqa neyniyək bu gün? Bax səndə neyniyək bu gün? Başqa şeylər yaparsın. Ay sağ ol. Sən əslində bir dənə konfeti görəndə sevinməlisən. Mumu konfetini görəndə sevinməlisən ki, sənin eforik hisslər var, o qaldırmasın. Pul da elə bir şeydir. Pula qranitsa sərhəd. Həm də ki, xeyri olayı qardaş, qazanıb görsən, hamımıza sual verdim, heç birimiz qazanmamışsınız. Çıxan kimi evlə qırğın edirlər. Onu ver, bu qədər ver, o qədər mənə yol pulu bəs eləmir. Yəni, mən taksiyə niyə gəlib getsin ki, xeyri ola, neynəmsən? Manatlıq ayaqla, manatlıqla. Qırğına çıxır, taksi pulu ver. Taksi 20 manat yazır oradan bura. Valideyn yazıq hardan getsiniz. Çıxan kimi qırğın edirlər çoxlu. Ay sağ ol. Qururda cürbəcə şeylər olur. Ona görə olmaz. Ver şirinlər, əsas svitoydur, perekursuz. Əsas çay, sigaret vaclı. Sən saxla elə. Gedir. TikTok açmısan. Görsən necə deyir, pul yoxdursa narkotik də yoxdur. Amma mən
deyərdim ki, yalan yoxdursa narkotik yoxdur. Lap dərinə gedirik də özü biz uzaqlara. Ümumiyyətlə, pul yoxdursa narkotik yoxdur məsələsi deyil. Pulla Amma burada elə oğlanlar var ki, qardaşım, pulsuz da tapırlar. söhbət Göyərçin gətirir dimdiyində. Qara pişik gətirir. Miau, səhər tezdən gəlir ki, gətirmişəm dərmanı, ceyran südün. yox, yəni adamın Ha? narkotik eləmək kimi bir fikir varsa, o onun oğurluq qabiliyyəti var. Əldə edəcək. Onu əldə edəcək. Məsələ burasındadır ki, aslı insanlar pulla davranışı bilir. Əsasən pul. Çünki bu Ziyana adam gəl. başlayır pul soxmağa. Ayrılıqda. Ay sağ ol ha, diyam. Girir 50 manatla cibində 50 manat pulu var, girir maaşında 50 manatla bu bir həftə yaşamalıdır. Normalda bu 50 buna görə verir. Deməli bir dənə təcrübə danışım. Bir dənə burada uşaq vardı. Normal prosesi keçdi, hər şey qaydasında. Nəsə oldu? Bunun bir ayın içində də təzə idi çöldə. Evi nəsə manipulyasiyadır. Bunun əlinə 10.000 pul düşdü. Oynansa bir həftə içində elə hoqqalar çıxartdı. Yəni narkotik eləmədi ya. Amma yenə getdi istifadəyə. Yəni yekunda getdi. Yəni o eforik ruh halını o qədər qaldırdı ki göyə. Oradan düşməyin bir dənə yolu var. Ya gəlib girməlisən mərkəzə, təslim ol bir ay vastanabilen keçməlisən. Emosional sırıv dillər də buna. Emosional sən qalxıb göydədir, buludlardadır. Oradan düşmək üçün sən təzədən girməlisən reabilitasiyaya. Hamıya hər şey çatdı, əl çalmalısan bir dənə peçəniyə, hisslərin yatmalıdır, telefonsuz, zatsız, raspisaniya olur. Onu da heç kimə elə adam görməmişəm. Görmüsən, tamam iynə sırı verir, güclə qətisən mərkəzə. Qaldı ki, istifadə eləmir, amma emosional qalxıb göylərə, buludlardadır. Gəlsin ki, yıxsın ki, qarşı, mən emosional pisəm, telefonumuz adımı qoyum, şəpitlərimi geyinim, qalxım qrupa. Onu eləyə bilmək üçün də Yoxdur elə. heç olmasa bundan əvvəlki gün övrəsi salamat olmalı, Aynen. o qərara Proses. gəlir. Aynen. Yoxsa ki, sən harada gəldi, necə gəldi davran, heç bir addımı tətbiq eləmə, yazma, qrupa getmə, önünə gedənlə sivazın olmasın. Hə, sən emosional sırrını tutub qərar verirsən. Ay verdin. Xalq qaydası nədir? Əsəbi, Hatta hangi? Hungry, angry, lonely, tight. Ac qalmamaq, ac qalmamalısan. Bizim nəyə görə? Bir dənə özünüzə fikir verin, səhər tezdən duranda, aclıq gələndə nətər olsun, vəhşi kimi. Məndə doğrudan, məndə sən necə? Məndə indi məsələn çöldəyik, o ki yeməyin vaxtı gələndə əsirəm. Mən elə bilirəm ki, yoxlayıram qardaş, məndə şəkər yoxdur. Sadəcə olaraq bizim elə bir ki, asılı adamlarda o xoşbəxtlik hormonları azdır axı. Bizi yemək xoşbəxt eləyir. Vaxtı da keçən kimi başlayır orqanizm şey olmur. Özü əsəbi olur adam, aqressiv olur. Tək qalmamalısınız. Bax bu 4 qaydadır. Tək qalmamaq. Tək qaldın yenə xəstə başlayır sənə obratlı svaz verməyə. Gic-gic şeylər danışır. Ona görə tək qalma olmaz. Əsəbləşmək olmaz. Əsəbi başda ona görə ani elə bir qərarlar verə bilərsiniz. Bu ani qərarlar sizi 1 il, 2 il, ömrü dala ata bilər. Ona görə stop verilməlidir. Gördün sən əsəb nəsə yaradırsa, çəkilirsən oradan qırağa. Evdəkilərlə də çıxandan sonra çöldə də ana, ata, yaxınlar sizə köhnə şeyləri yadınıza salacaq. Hər dəfə istəyəcəklərlə söhbət eləmək, ya köhnə istifadəçi ilə insanlar, hə görürsən, sən ayıqsan, gəlib sən ilişə də bilərlər, söz ata da bilərlər, yəni aqressiya da yarada bilərlər. Qaçın oradan. Stop verin, çıxın aradan. Sonra bir də yorğun, yuxusuz. Yuxusuzluq olmaz. Yuxusuz, yəni yuxu tam 8 saat, 10 saat yuxu yatmalısınız. Özdə vaxtında 12-dən sonra adboy, səhər saat 8-də, 7-də padyom. Bakı ümumiyyətcə insan, bir də adı elə belə yoxlayın, bir səhər tezdən vaxtında durmalı, bir də çöldə olur, gün orta 5-də, 6-da dursun. İnsan necə sıxılır, narahat olur. Çünki beyində elə bir dənə hormonlar var ki, o bədənə onu verir. Səhər saat 6-dan uzağı 9-a kimi. Ondan sonra vermir. Yatdın, batdın məsələ var ya, odur. Həmin o maddələrdə sənə enerji verir gün ərzində. O normal şəkildə yatmalısınız. Sonra da gəlir yorğunçuluq da ki, orqanizmdə bəlli məsələdir. Tam bərpa olunmayıb deyənə yorğunluq olmaz. Çoxu çıxır, gedir kubik daşımağa, nə bilim fəhləlik eləyir, nə bilim mən taksi sürəcəm, biri deyir mebel yığacam, biri deyir ev remont eləyəcəm. Sənin orqanizm o pozvalet, yəni şey eləmir də, imkan vermir.
Çünki o müddəti var da 1 il, il yarım düzəlməlidir. Orqanizm bərpa olmalıdır. Payla siqetlər, hə? Sən argument yığın. Görsən? Var. Əzəllərim yoxdur. Orqanizm öz-özünü bərpa eləmək. Bu. Oh. Saat 8-də işləmişdi. Ayağımı sizdən qoydu, 33 başlandı. Orqanizm bərpa olmuyor vaxtdan. Patı deyilən zibil var ha. 9 aya hələm candan çıxır. 9 aya. Halbuki mən 17 saat restoranda işləyib, axşam da qabiyan adam idim. Hə. Yoruldu. Bədən tam bərpa olmuyor. Ona görə yorğunluqdur, budur, belə şeylərdən qaçın. Sonra heç bir köklü kardinal dəyişikliklər olunmamalıdır. Köklü dəyişikliklər, ölkə dəyişim, köçüb gedəcəm hansısa ölkəyə, yaşayacam orada. Şəhətdə bir göyərti var. Ay sağ ol, gedirəm göyərti saplamağa. O gün biri deyir, tanış var, göyərti şeylər, elə bölürlər, düzəldirlər, mən onun alverini eləyəcəm, belə eləyəcəm. Bir gün deyir, valideyn deyir, oğlum gəlsin İstanbula apardı işləməyə. Gedib girəcək Zeytun köyə, öldüm ana, yoxdur. Bir iki dənə tingəmə ilişəcək, vəsə. Aylacı ki, polislər aparıb ki. Yunusdan belindədir, motosikletlə aparırlar. Verilər hocam, maşın. Yoxdur, yəni ki, köklü dəyişik, ölkə dəyişmək, bankadan gedib kredit götürüb iş görmək, evlənmək, ailə qurmaq. Çünki sən bir dənə siqretini kəsirlər, reabilitasyanın içində düşürsən inkara, sən gedib arvad səndən yemək istəyəcək, paltar istəyəcək, sən ona dözəməyəsən. Kredit götürmüsən 10 min, 20 min kredit, gedirsən iş qurmağa, dükan görün, sən bax, emosional daxili durumuna bax, demirəm, bir ömür boyu olmamadı. Amma sadəcə olaraq hələ ki sənə lazım olmayan şeylərdir. Sən təsəvvür elə ki, kredit götürmüsən, şirkət var. İşin tərs tərəfi də var, bir gün pul gəlməyə bilər, bir ay ziyana gedə bilərsən, o bir say biraz xeyrə gedə bilər. Sən təsəvvür bunu, bu ruh halı ilə yaşaya bilərsən, kredit bankdan da zəng elə pul ödə. Yox, əlbəttə ki. Ona görə köklü bu dəyişikliklər olmamalıdır. Ya gedib hansısa bir xarici ölkədə yenidən sıfırdan nəyisə qura bilərsən, heç kimi tanımırsan. Çox elə başa düşür ki, xaricdən, qardaş, sən neçə ildir olmusan deyənə, mən sənə müraciət edirəm. Çox elə başa düşür ki, getdin, düşdün Türkiyə, Rusiya, pul şeydir, payız ayında yarpaq tökülür, meşokla pul yığas. Elə bir şey yoxdur. Təsəvvür gedirsən, xarici ölkəyə düşürsən, tanımırsan heç kim, ev yox, eşi yox, paltarını kim yuyacaq, yeməyi kim pişirəcək, qazanırsan bir də ayılıb görürsən ki, kredi vermirsən, evin kirayəsine vermirsən, produkta vermirsən, paltara vermirsən, axırda deyirsən, 30 sezon fikirləşsən ki, mən bu elə 1000 manat tutaq ki, burada qazandım, elə evimin içində 500 qazansaydım, bundan gözəl də yaşayardım. Erməni kimi də mənə basıb işlədirlər, burada xaricilər. Elə də, Yezid kimi işlədirlər. Adam sən necə, səhərdə axşama ki, Yezid kimi, neqir, zənci kimi sən necə çapırlar. Elə o çapılmağa gəlir, mən özüm içində işləyər. Ona görə köklü dəyişikliklər dözülməz, olmaz. Sonra gəlir, xalq qaynağı heç bir köklü. İlk işimiz vaciblərdir. Vaciblər. İlk işimiz vaciblər nədir? Nətər başlayalım? Birinci növbədə olmasın hər şeydən qabağa sağalmalı. Sən çıxarmadan sonra çox istəyirsən. İşləmək istəyə bilərsən, kariyer bulmaq istəyə bilərsən, qarşılıqlı yaşamaq istəyə bilərsən, istirahat edə bilərsən. Bu sənə lazımdır. Bu məsələdən razıyam, qardaş, bu lazımdır. Bir də var, vacibdir. O, lazımla vacibin tərəfin tutması. Məsəl üçün, qızla gəzmək istəyirəm. Təzə çıxmış mərkəzdən, Şamilin yaralı yeri. Qızla gəzmək. Palbom gəzməlisən, qardaş, cavan oğlansan. Amma indi sən o vacib deyil, lazımdır o da vaxtı olanda. Sənin də vacib nədir? Sağalmaq necə başa düşürsünüz? Sistem qoşacaqlar, qolunuzu uzadacaqlar balnitsada, sağalan, arada da metrestə gələcək 1 saatla bir dərman atacaq. Sağalma, inkişaf, şəxsiyyətin dəyişməsi, səni uğura aparan mövzularda müzakirə eləmək,
uğurlu insanların yanında olmaq, onlardan məsləhət almaq, onların təcrübəsindən yararlanmaq, ibadət eləmək, idman, nə bilim, bir çox şey, proqramı tətbiq eləmək, qrup, şag, addım, şəxsi inkişaf da inkişaf eləməlisən. Bu xəstə başının yaratdığı problemlə sən təzdən dağıtdığın problemləri həll eləyə bilməyəsən. Bu başı dəyişməlisən ki, sən o problemləri düzəldəsən. Vaciblər də ki, nə tələb eləyir? Qardaşımızın dedikləri. Yoxsa bu dəqiqə deyirən ki, yox, qardaş, mənə vacibdir gedib bir dənə bazlıq edeyim, nə bilim, qızla gəzim, otelə gedim. O sənə lazımdır, amma indi yox, vaxtı var. Vaciblə də lazımı yenə də seçmək üçün məsləhət almalısın. Qardaş, mənim budur vacib, yoxsa odur. Əlbəttə ki, vaciblərin sənə düzgün abratlı svaz veriləcək. Əsas vaciblərdir. Birinci il romantika münasibəti qurmamaq. Hoppa, əsas. İstifadəyə, ölümə, oğlanlar olub, qardaş, reabilitasiya keçib oteldə ölüblər. Otellərdə ölüblər. Yupqa ilə istifadəyə gedən 99% istifadə izo. Emosionalni, zavisimi отношения, emosional asılı münasibət, intim asılı münasibət. Danışmısan? Kükülərlə. İstifadəyə bax budur ki, aparan. Renault, kükü. Все. Bunlar nə olmaz? Nəyə görə olmaz? Adam sorğalaş, mən kişiyəm, yemişəm makarondan, qreçkadan, qəşən bədənim işləyir, səhərlər məndən qabaq durur. Nətər? Nəyə görə olmaz? Verin də qız sevən oğlanlar. Nəyə görə olmaz? Sev. Aha. O sənə hansısa alışmır. Tamam. De. De. Sən də. Yataq münasibətindən deyirəm ki, yataq münasibətində olanda əvvəl məsəl üçün yataqda yaxşı performans göstərilir. Performans göstərməyəndə öz istəyir. Danışan kimi olanda. Aysan. Yəni qızın bizə dediyi bir söz bizi istər sala bilər. Yəni məsəl üçün ki, olur da ki, bir şey öndə gedənlərimiz deyir ki, dünən bir qardaşla söhbət edirəm. 2 ilə yaxın ayıq qalıb proqrama, bomba kimi hər şey qaydansa ayıq qalıb. Bir dənə özünə icazə verib. Köhnə bir dənə xanım olub bunun həyatında. Elə bir şey bir də sluçayla çıxıb bunun qabağına. Başlayıb bundan münasibət. Bu adam da yüngül narkotiklərdən istifadə edir. Başlayıb bundan görüşür. Özü də qrupu, uşaq, hamısı var. Gör icazəyə bax, xəstəliyə bax. Bundan da həm də çikki-birikki olur da, intim münasibətlər də olur. Həmin bu qaqaşın dediyi kimi, qız buna qayıdır deyir ki, sən həmin performansı verə bilmirsən, qocalmısan. Baş ona nə deyir? Deyir, gözlə. Mən bundan həmişə danışırım, gəlsə maraqlısını danışım. Təsəvvür bir dənə qızla tanış oldum. Çıxmısan, bax, sənin həyatın qalıb, qrup, atdım, şarkı, hamısı qalıb qıraqda. Vaciblər. Vaciblər qalıb, bir dənə qız sənə TikTokda, sən salam, mən də yaxşı zat. Keçdiniz WhatsApp-a, başlayırsınız yazışmağa. Gəlmişsən, məsuliyyətdən var, gör həyatını dağım eləmişsən, qurmalısan hər bir şey. Başlayırsan yazışmağa. Nə yedin? O da deyir, sən nə yedin? Nə içdin? Bu da deyir, nə içdin? Haçan sişdin? Deyəm, mən də gün orta. O şum, nə yedin, nə içdin, nə sişdin, nə bilim, hara getdin, hara gəldin. Aha, sən girdin online, sən mənə yazmadın. Sonra düşdü mələkə, elə bir şeydir. Dünyaya atom bombası atdılar. Allah qıvırdan görüntünü aç, ora, bura. Təsəvvür elə, sən boş-boşda şeyin içindəsən, günün getdi. Sabahsı gün yenə eyni şey. İndi axır bir cür manipulyasiya elədiniz, indi görüşməlisən. Bu proseslərdən sonra döyüş yaxınlaşır. Ola getdi dostum. Döyüş yadıma düşdü, özüm də yıxılırdı. Bax, düşdü, sonra getməlisən, indi pul yox. Nətər elə, bir 100-200 man xərci var da, Pul nətər elə, pul evindən yalan, manipulyasiya. Bir də evi manipulyasiya etsən, ora bura, bir də icazə. O şum ora bura, fakat görüşdünüz otellər. Görüşənə kimi 5 saniyə. Çox aslı adamlar, bilsən niyə bizim ən böyük? Biz başımızda senarini qururuq ora çatana kimi. Önce senari qurulur, çatanda getdi.
Qızlı baxırsan ki, baş sənə deyir ki, janva gəlir, sən vaxt ikən dalğay qıraş, oyun çıxardırdın. Özün getsən o hissdən istifadə et. Ona görə ən birbaşa istifadəyə aparan budur. Ezo. Bir müddət saxlamalısınız bunu. Bir müddət saxlamalısınız. Amma əslində beyin açılandan sonra, insanın beyni açılandan sonra hər şey qaydasını özün başda hər şeyi idarə edə bilirsən. Performans da göstərə bilirsən, oyun da çıxardırsan, hər şey edirsən, amma beyindir. Bu açılmalıdır. Çox vaxt deyirlər, qoz yeyir, nə bilim, qoz beyni açır, beyində düzgün sənin bütün orqanları düzgün şəkildə idarə eləməyə sənə kömək edir. Çoxu burası tələsir. Çıxan kimi elə bilir ki, oteldə xoşbəxt olacaq, amma oteldə olmur xoşbəxt. Sonra qayıdır, bariqa qapısında olur. Dırnaq arası xoşbəxtlik. Ona görə bunların hamısına əməl eləyin. Ayıq qalasınız. O yəni bir tövsiyə.